Salam əziz müəllimlər, mən İsayeva Röya sizə ismin morfoloji xüsusiyyətləri test toplusu birinci hissədən izah edirəm. Birinci sualda soruşur. Taxılçılıq rayonu ilə bağlı səhvi tapırıq. Taxılçılıq rayonu yerinə onun sözünü qoşa bilirik. Onun rayonu və ya taxılçılığın rayonu. Demişik, ın artırsaq, gülməli dalınsa yiyəlik hal götürün. Amma C bəndi deyir adlı hal. Deməli C bəndi. Səhv lazımdır axı bizə müəllimlər. Araz çayına yenə Arazın çayı, onun çayı. Oldu yiyəlik hal, yenə burada C bəndi adlı hal deyil. Sənətkarlıq nümunəsi aslı tərəflə bağlı səhvi tap. Aslı yəni birinci tərəf sənətkarlıq sözü ilə bağlı. Təkdədir, düzəltmədir, bəli. Qeyri-müəyyən yiyəlik haldır, xüsusi isimdir, sənətkarlıq xüsusi isimdir. Hansı şəhərin, hansı kəndin, hansı insana, heyvana verilən xüsusiyyətdir, heç birinə. Deməli, E bəndi səhv. Millətin tarixində aslı tərəflə bağlı səhvi tapırıq. Millət toplu isimdir, bəli. Millətin yiyəlik haldır. Amma mənsubiyyət dediyi üçün səhv, B bəndi səhvdir. Vətən bizlərindir, söylədi babam. Altından xətt çəkilmişlə bağlı səhv. Vurğu sona düşür, düşməyib, bəli. Dır xəbərlik şəkilçisi vurğu qəbulənmir, deməli bu doğrudur. Şəxs əvəzlidir, bəli, xəbərdir, bəli, cəmqa adlı xaldır, yox, vətən kimindir? Demişik ki, yiyəlik hal sonda gəlib kimindir, nəyindir sualına cavab verəndə ismi xəbər olur. Deməli, bu yiyəlik haldır, adlı xal deyil. Onun sevincinin səbəbi aydın idi cümləsi ilə altından xətt çəkilmiş isim, sevinc ismini deyir. Onunla bağlı yanlış fikir lazımdır. Yiyəlik haldır, bəli, ümumidir, düzəltmədir, amma konkret isim deyil. Sevinc mücərrəd isimdir. Yaxşılıq insana bir sənət olsun, dünya başdan başa qoy cənnət olsun. Səhvi tapmalıyıq. Konkretdir. Yaxşılıq anlayışdır. Ancaq onu təsəvvür edirik. Əlimizdən toxunmuruq, şəklini çəkmirik, gözümüzlə də görmürük o anlayışı. Deməli, yaxşılıq konkret isim yox, mücərrəd isimdir. 8-ci suala baxaq müəllimlər. Çıxışlıq halda olan isimlər hansı cümlə üzvüdür? Demişik ki, nəinki çıxışlıq hal? Yönlük, necə demişik? Yönlük, yerlik və çıxışlıq hallar. Demişik bunlara məkani, qrammatik hallar deyilir və bunların hər üçü tamamlıq, yer zərfliyi və ismi xəbər olurlar. Tamamlıq, yer zərfliyi, ismi xəbər. Baxın, tamamlıq, zərflik var variantda. Təsirlik hal hansı cümlə üzvüdür? Bu necə yada saxlamışdıq? TT qaydası ilə. TT nə idi? Yəni, təsirlik, tamamlıq. Demişdim ki, təsirlik hal 99% nə olur? Tamamlıq olur. Müstəqil işlənəndən gedir söhbət. Bircə faiz zaman zərfliyi idi. Gecəni yatmayıb, yayı dincəlməyib. Ceyrana bənzər qaçışın, addımla qurban qoluna. Tərlana bənzər uçuşun, əl çatmaz ipək yalına. Altından xətt çəkilmiş sözlər deyir, nə sayılmalıdır? Qaçmaq feilindən qaçış ismi, uçmaq feilindən uçuş ismi düzəlmişdir. Deməli, altından xətt çəkilmiş sözlər nə sayılmalıdır? İsim. İsim hansı cümlə üzvüdür? Mən onu bir dəfə də vurğulamışdım ki, bunu unutmayaq. İsim bütün cümlə üzvləridir, bütün. Hətta adlı xallı isim gördünüz təyin də olurdu, daş divar. Deməli, isim nə olur? Bütün cümlə üzvləri. İsmin hansı halı xəbər olunur? Demişəm, təsirlik hal, yeganə haldır ki, xəbər ola bilmir, deybəndi. O, Əhməd bəyin itmiş oğlu, Zöhrə isə qızıdır. Baxdır şəkilçisi, birincidə ixtisar olunub. Bizə birikdir nə şəkilçisidir? Xəbərlik şəkilçisi. Nə tüfəngə çaxmaqdır, nə sümbiyə toxmaqdır. Yenə dır şəkilçi ixtisar olunub, xəbərlik. Ümumi qrammatik mənasına görə fərqlənir. Ümumi qrammatik mənası o demək ki, onun sualı və nitq hissəsi nəzərdə tutulur. Gəlin baxaq. Kamil necə sifətdir? Dərakəli necə sifətdir? Bitkin necə sifətdir? Mükəmməl necə sifətdir? Amma kamillik nə? İsimdir. Deməli, hansı fərqlənir digərlərindən? B bəndi. Yenə ümumi qrammatik mənasında müdrik necə sifətdir? Aylıq sifət, sillabik həftəlik sifətdir. Tarixlik isə isimdir. Adlı xal hara sualına cavab verəndə nə olur? Ümumiyyətlə, kimlə hara mübtədanın sualıdır, E bəndi. Gözəllik ondur, 9-u dondur. Gözəlliklə bağlı səhv istəyir bizdən. Sifətdir, xeyr. Demişəm, lıq şəkilçisi gördünüzsə, 90% isim götürün. Gözəllik mücərrəd isimdir, A bəndi. O 200%-də demişdik də, o 90%-i bölmüşdük. 10% nədir? Digər